Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Goranboy rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş 29-cu Şahin hərbi idman oyununun Respublika final mərhələsinin təntənəli açılış mərasimi keçirildi. Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xüsusi çəkisi olan bu mötəbər yarış ölkə miqyasında böyük maraqla qarşılanır. Gənclər və İdman Naziri Fərid Qayıbov, Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq mühafizə orqanlarının və aidiyyatlı dövlət qurumlarının rəhbərləri, eləcə də Şahin hərbi idman oyunlarının iştirakçıları 15 iyun Milli Qurtuluş günü münasibətilə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək daha şəxsiyyətin əziz xatirəsini ehtiramla andılar. Yarış iştirakçıları rayon mərkəzində yerləşən Şəhidlər Xatirə kompleksini ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev parkına doğru möhtəşəm yürüyüş təşkil olundu. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edildi. Hərbi orkestrin müşayiəti ilə dövlət himni səsləndirildi. Ümummilli liderimizə həsr olunmuş video sarx izlənildi. Mərasimin rəsmi hissəsində Gənclər və İdman Naziri Fərid Qayıbov, Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və aidiyyatı qurumların nümayəndələri çıxış edərək yarış iştirakçılarını salamlayıb onlara uğurlar arzuladılar. Natiqlər öz çıxışlarında xüsusi olaraq vurğulayıblar ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Şahin hərbi idman oyunları uzun illərdir ki, gənc nəslin fiziki mənəvi cəhətdən sağlam, dözümlü və vətənpərvər ruhda böyüməsində mühüm platforma rol oynayır. Rəsmi çıxışların yekununda hərbi idman oyunlarının final mərhələsinə vəsiqə qazanmış komandaların, yeniyetmə və gənclərin hərbi orkestrin sədaları altında təntənəli keçidi başlayır. Nazir və rayon rəhbəri iştirakçılar üçün yaradılmış xüsusi təlim məşq düşərgəsini ziyarət edərək gənc şahinlərin hazırlıq səviyyəsi, asudə vaxtının təşkili və düşərgənin infrastrukturu ilə yaxından tanış oldular. Ərazidə qurulmuş və müasir avadanlıqlara təchiz olunmuş xüsusi təyinatlı sərhəd çadırlarına baş çəkdilər. Komanda bölmələri tərəfindən xüsusi əməliyyat təlimi nümayiş etdirildi. Daha sonra 29-cu Şahin hərbi idman oyununun Respublika final mərhələsində yüksək nəticələr göstərmiş komandaların mükafatlandırılması mərasimi. Heydər Əliyev və Azərbaycan hərbi diplom, medal, pul və hədiyyələrlə təbrik olunaraq qazandıqları uğurlara görə təbrik edilir. Mərhələsində deyil, xüsusi əlamətdarlığı seçilən bir gündə çox vaxt itirmədən birinci yerin qalibini səhnəyə dəvət etmək istəyirəm. Binəqədi komandası gəlir. Qurtuluş günündə bu hərbi idman oyunlarının 30 illik yubileyini keçirdiyimiz Şahin hərbi idman oyunlarının qalibləri namələrimiz var. Onları təqdim edəcəyik. Mən istəyirəm. Madan Kazımov, Fatimə Quliyeva, Nəzir Mansırlı, İbrahim Gülcək, Yusuf Səfərbəyli, Muhammedi və Səhara Kəmən Olunmasında geniş bayram konsert proqramı təqdim olundu.